İran ordusunun İsrailin mərkəzinə indirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, çox sayda yaralı var. Dağıntılar altında axtarış xilas etmə işləri davam edir. Son məlumata görə bir gecədə 287 nəfər xəstəxanaya yerləşdirilib. 2 azyaşlının vəziyyəti ağır qiymətləndirilir. İran Silahlı Qüvvələrinin baş qərargahından bildirilib ki, Tehranın cavabı dağıdıcı olacaq və nəinki İsraili, həmçinin Təl-Əvivin nəzarətə götürdüyü əraziləri də əhatə edəcək. Sakinlər bu xəbərdarlığa ciddi yanaşmalı və həmin əraziləri tərk etməlidirlər. İsrailin baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tsaxi Haneqbi bildirib ki, İranda 1000 ballistik raket qalıb. Bu və digər səbəblərə görə hazırki döyüşlər İrandan gələ biləcək təhlükənin qarşısını birdəfəlik almağa yetərli olmaya bilər deyə Haneqbi fikrini tamamlayıb. İsrailin müdafiə ordusundan isə bildirilib ki, Qüds hərbi qruplaşmasının Tehrandakı məntəqələrinə zərbə indirilib. Bu silahlı dəstə Sepahın ən güclü qolu sayılır və Hizbullah kimi qruplaşmaları idarə edir.